Salam əziz dostlar. Təkəbbürün qaynaqlarından ikincisi insanın öz-özünə cahil olmasıdır. İnsanın öz-özünü tanımamasıdır. İnsan öz acizliyini, zəifliyini, möhtaclığını tanımadıqda insan təkəbbürlük eləyir. Hədislərimizdə var ki, özünü tanıyan Allahı tanıyar. Məsələ burasıdır. Özünü tanıyan alimlər deyir, heç vaxt təkəbbürlük eləməz. Çünki özünün nəyə qadir olduğunu bilir. Cəhalət, insanın özünü tanımaması insanda bu cür düşüncələr meydana gətirir. Mənim var dövlətim var, deməli mən üstünəm. Mən savadlıyam, deməli mən hamısından yaxşıyam, hamıdan yaxşı bilirəm və mən üstünəm. Mənim məqamım var, vəzifəm var, deməli məni heç kim keçə bilməz və mən üstünəm. Halbuki bunların hamısı müvəqqətidir. Verilən şeylər bir gün əlimizdən alınacaq. Elə isə təkəbbür eləməyə heç bir ehtiyac qalmır, səbəb qalmır. İnsan həqiqətən də öz acizliyini dərk eləsə, öz bildiyini bir insan bəzən unudur. Öz unutqanlığını dərk eləsə, heç vaxt təkəbbürlük eləməz. Sağ olun.